Salam dostlar, xoş gördük. Bu deyəcəklərim sizin hamınıza aiddir əziz dostlar. Kimsə sizi aldada bilməsin deyə bu videonu çəkirəm. Ona görə də axıra qədər izləyin. 2 ay bundan qabaq Dünya Viza Dəstəyi şirkətindən reklam təklifi almışdım. Mənim təbii olaraq, yəni ümumiyyətlə turist vizasından başqa, yəni başqa digər vizaların olduğundan heç xəbərim yox idi. Yəni işçi vizasından söhbət gedir. Heç maraqlanmamışdım bu haqda. Nəysə getdim şirkətə və gördüm ki, bu turist yox, işçi vizası məsələsidir. Şirkətin rəhbəri Hüseynov Ruslan Saşaoğlu, köhnə adı Namiq olub, tanımasınlar deyə adını dəyişib Ruslan qoyub. Bir sözlə Azərbaycanda işsiz qalan, dolana bilməyən adamları pul qarşılığında xaricə işləmək üçün göndərirlər. Dedim nə əla, o qədər kasıb adam var, gedib Avropada, Amerikada işləyib pul qazananlar, özlərinə şərait qurarlar, həm savab işləyir, həm də pul qazandıran işləyir. Nəysə, mən getdim, reklamı çəkdim və paylaşdım. 2 gün ərzində 70-dən çox adam müraciət elədi mənə. İnsanlar mənə güvənib, etibar elədikləri üçün zəng eləyib deyirdilər ki, sənə güvənirik Şəhriyar, başqa şirkətlər fırıldaqdır filan. Mən də təbii ki, sevinirdim ki, bu qədər insan mənə güvənir. Nəysə, hər şey qaydasında şirkətə gedib gəlirəm və müştəriləri ofisə dəvət edib özüm qarşılayıram hətta. Amma bir müddət keçəndən sonra eşitdim ki, bu şirkətin müdiri, adı Namiq olan, indiki adı Ruslan olan şəxs, qardaşı da bu işlə məşğul olub Gəncədə və qanunsuz yollarla insanların pullarını mənimsədiyinə görə həbsdədir hazırda və mənim artıq şübhələrim başladı. Amma yenə də səbr eləyirəm. Sonra eşitdim ki, həmin şirkətdə işləyən qardaşının yoldaşı əslən Tacikistandan olan Maşa adlı qadın da xaricə işçi vizası işində insanları aldatdığı üçün Tacikistandan qaçıb gəlib bura, Tacikistanda axtarışdadır. Qaçıb gəlib burada gizlənir. Bir sözlə 2 qardaş və gəlinləri fırıldaqçılıqla məşğuldurlar. Biri həbsdədir, digəri isə azadlıqda öz işlərinə davam edirlər. Həbsdə olan qardaşı Samir də vaxtı ikən dediyim kimi Gəncədə fəaliyyət göstərirdi. Bir çox şikayətdən sonra həbs olunub. Nəysə, mən bütün bunları anlayandan sonra mənə yazan bütün müştərilərə o şirkətdən uzaqlaşdığımı bildirdim. Başa saldım ki, bu şirkətə müraciət eləməyin. Yaxşı ki, heç biri də ödəniş eləməyib. Hamısına başa saldım ki, insanlıq halıdır, yanılmışam, səhv eləmişəm. Sağ olsunlar, başa düşdülər və təşəkkür elədilər mənə. Mən sadəcə mənə etibar eləyən insanların zərər görməsini istəmədim. İndi siz bu videonu izlədiniz, amma xahiş edirəm hər yerdə paylaşın, hamı görsün və agah olsun, başqaları da zərər görməsin. Mənim izləyicim olmayan insanlar təbii ki, ətrafınızda kim varsa hamıya göndərin. Hətta televiziyalara da müraciət edəcəm ki, bunlar haqqında reportaj hazırlasınlar. Necə ki, bu yaxınlarda 2 fırıldaqçı haqqında məlumat vermişdilər və buradan üzümü tuturam Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa. Nə qədər çox insanın canı yanmayıb, bunlar haqqında bir tədbir görün. Çünki bu adam sizin də adınızdan istifadə edir. Deyir, mənim hüquq mühafizə orqanlarında adamlarım var. Onlara güvənirəm. Hətta cinayət aləmində də adamlarım var deyir. Bir dəfə Niderlandda yaşayan Azərbaycanlı bu şirkət haqqında paylaşım eləmişdi. İnsanlara başa salırdı ki, bunlar fırıldaqdır, güvənməyin. Mənim o söhbətdən sonra şübhələrim daha da artmağa başlamışdı. Mənə deyirdi ki, o adamın səhifəsini bağlatdır. Mən isə təbii ki, bunu eləmədim, boynundan atdım. Dedim, görün vəziyyət hara gedir. Həmin adamı ailəsi ilə təhdid eləyirdi. O adamın ölmüş qohumlarının məzar daşlarını tapıb videoya çəkmişdi. Hətta ofisdə demişdi ki, o məzarların üstünə sidik ifrazatını töküb video çəkəcəm. Bir sözlə həmin adamı şantaj eləyirdilər. Deyirdi ki, nə qədər mafiya tanışım var, axtarıb tapdıracam onu, Niderlandda başına oyun açdıracam. Tez-tez özünü Rusiya Təhlükəsizliyi Nazirliyinin polkovniki kimi qələmə verir. Bəlkə də bu adamın arxasında dayanan kimdirsə Ramiz Mehdiyevin adamıdır. Bu adam haqqında təcili tədbir görülməlidir. Alyans Plaza 1-ci mərtəbədə idi ofis. Sonra iz azdırmaq üçün yuxarı mərtəbəyə qalxdı. Bir ayda orada qaldı. Sonra şikayətçilər gəlir axı. Yəni pul verib vizaları çıxmayan insanlar gəlir deyə aradan çıxdı, getdi başqa plazaya. Yerini tez-tez dəyişir ki, pullarını mənimsədiyi adamlar onu tapa bilməsin. Nəysə, mən müştəriləri ayıldandan sonra hamısına bir mesaj zəng eləyəndən sonra bu xəbər tutdu. Mənə zəng eləyib təhqir elədi, sonra ölümlə hədələdi və atdı bloka. Şahidlərim də var. Sonda isə onu qeyd edeyim ki, 2 ay öncəyə qədər bilmirdim, amma artıq dəqiq bilirəm ki, xaricdə iş vizası almaq mümkün deyil. Əgər kimsə deyirsə, yalan deyir. Dostlar, inanmayın. Heç kəsə inanmayın. Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan xahiş edirəm ki, bu adam haqqında təcili tədbir görülsün.